Salam əziz şagirdlər. Bugünkü mövzu izahımız üçbucaqdır və üçbucaqda əsas ən çox istifadə olunan qızıl qaydalar. Əvvəlcə qeyd edək ki, üçbucaq nədir? Üçbucaq üç qapalı sınıq xəttin təşkil etdiyi fiqura deyilir üçbucaq. Bir düz xətt üzərində olmayan üç qapalı sınıq xəttin təşkil etdiyi fiqur adlanır üçbucaq. Üçbucaqda üç təpə, 3 bucaq və 3 tərəf var. İxtiyari üçbucaq A, B, C. Üçbucaqlar növlərinə və bucaqlarına görə bir neçə qruplara ayrılır. Amma əvvəlcə üçbucaq haqqında heç vaxt dəyişməyən, həmişə düz olan, bəzi deməli qəbul olunmuş düsturlar var ki, onları sizə deyim. Üçbucağın daxili bucaqlarının cəmi, yəni alfa, beta və qamma ilə işarə etsək, daxili bucaqların cəmi həmişə 180 dərəcədir. Alfa, beta, qammanın cəmi 180 dərəcədir. Bu həmişə doğrudur. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə. Xarici bucaqların cəmi isə 360 dərəcədir. Yəni bunlar dəyişilməyən, həmişə doğru olan düsturlardır. Daha sonra üçbucağın bir xarici bucağı, tutaq ki, burada biz qamma xarici bucağın qamma ştrixlə işarə edək. Bir xarici bucaq özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Bu alfa ştrix üçün də, beta ştrix üçün də doğrudur ki, hər biri özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni qamma ştrix bərabərdir alfa üstəgəl beta. Bu həmişə doğrudur. Üçbucaqda tərəf və bucaq əlaqəsini versək, üçbucaqda həmişə böyük tərəf qarşısında böyük bucaq, kiçik tərəf qarşısında kiçik bucaq durur. Bu həmişə doğrudur. Bir də belə bir qayda var ki, ümumiyyətlə üçbucaq qurmaq üçün ən önəmli qaydalardan biri budur ki, üçbucağın bir tərəfi qalan iki tərəfin cəmindən kiçik olmalıdır. Yəni bu şərt ödənməsə, üçbucağı qurmaq mümkün deyil. Demək, üçbucağı qurmaq üçün ən böyük qayda və şərt bir tərəf, iki tərəfin cəmindən kiçik olmalıdır. Cəmindən kiçik olmalıdır, eyni zamanda da fərqindən böyük olmalıdır. Amma burada bir neçə hallara baxılır. Deməli, tərəflər arasında əlaqə ümumiyyətlə baxsaq, burada dördüncü halda əlavə 4 hal var. Birinci ixtiyari üçbucaq. İxtiyari bir üçbucaq götürsək, tutaq ki, tərəfləri A, B və C-dir. ABC olan ixtiyari üçbucaq götürək. Deməli, bu üçbucaqda tərəf əlaqəsinə baxsaq, tərəflər arasında əlaqə istənilən bir tərəfi, tutaq götürürük biz B tərəfini. B tərəfi dedik ki, üçbucaq qurmaq üçün qalan iki tərəfin cəmindən kiçik olmalıdır. Yəni, A üstəgəl C-dən kiçik olmalıdır. Eyni zamanda da onların fərqindən böyük olmalıdır. Fərqinin modulundan. Bu ixtiyari üçbucaq üçün doğrudur bu düstur. İxtiyari üçbucaq üçün doğrudur. Bir də var, iti bucaqlı üçbucaq var, kör bucaqlı üçbucaq. Bu üçbucağın növləridir, bucaqlarına görə növləri. İti bucaqlı üçbucaq, kör bucaqlı üçbucaq və düz bucaqlı üçbucaq. Üç yerə bölünür. Kör bucaqlı, iti bucaqlı, düz bucaqlı. İndi baxaq, əgər bizə verilən üçbucaq iti bucaqlıdırsa, iti bucaqlı üçbucaqda tərəflər arasında əlaqə belədir ki, deməli bizim göstərdiyimiz B tərəfi belə yerləşir. Digər tərəfin kvadratları cəmindən, kök altında kvadratları cəmindən kiçik. Deməli, onların modulda yenə fərqindən böyük olmalıdır. Bu iti bucaqlı üçbucaq üçün doğrudur. Bir də var kör bucaqlı üçbucaqda. Kör bucaqlı üçbucaqda isə göstərdiyimiz B tərəfi, deməli, A kvadrat üstəgəl C kvadratının kök altında böyük, onların cəmindən isə modula ehtiyac yoxdur. Onların cəmindən isə deməli, kiçik olmalıdır. Bu, kör bucaqlı üçbucaq üçün doğrudur. Bir də var, əgər üçbucağın hər üç bucağı iti bucaq olarsa, bu ixtiyari bir üçbucaq da ola bilər. Amma əgər qeyd olunursa ki, bütün bucaqlar iti bucaqdır. İti bucaqlı üçbucaq deməli üçün olan dedik, kör bucaqlı dedik və üç bucağı da əgər
iti bucaqdırsa, hər üç bucaq iti bucaqdırsa, onda düstur belə olur. Kök altında B yerləşir. A plus C kvadratından kiçik. Kök altında A kvadrat çox C kvadratının modulundan böyük. Bu isə hər üç bucağı iti bucağı olan üç bucaqlar üçün doğrudur. Bu tərəflər arasında əlaqə. Daha sonra üçbucağın perimetri və sahə anlayışları var. Ümumiyyətlə perimetr bütün fiqurlar üçün bütün tərəflərin cəmi deməkdir. Perimetr həmişə bütün tərəflərin cəmi deməkdir. Üçbucaqda da qeyd göstərdiyi üç tərəf var. A, B və C tərəfləri. Perimetri olur A üstəgəl B üstəgəl C. Daha sonra sahə. Sahəsi üçün ən çox istifadə etdiyimiz 5 düstur var. Birinci düstur, gəlin bir dənə üçbucaq götürək kənarda. İstənilən ixtiyari bir üçbucaq. Tərəf olsun A, hündürlük olsun H. Birinci düstur, üçbucağın sahəsi, yəni S1. S1 nəyə qeyd edirəm? Birinci düstur. Oturacaqla hündürlük H-nin yarısına bərabərdir. Yəni AH böl 2 və yaxud da 2də 1 AH. Oturacaqla hündürlük H-nin yarısına bərabərdir. İkinci düsturumuz, əgər üçbucaqda iki tərəf və onlar arasındakı bucaq verilibsə, tutaq ki, digər tərəfdə B verilib və bu bucaq bizə alfa ilə göstərilibsə, bu şərti olaraqdır. Məsəl üçün 5 verib, 6 verib tərəfləri bucağı veribsə 30 dərəcə, yəni iki tərəf və bir bucaq veribsə, onda S olur nə? İki tərəflə onlar arasında qalan bucağın sinus H-nin yarısı. Yəni A vur B vur sinus alfa böl 2. Və yaxud da 2də 1 A, B sinus alfa. İki tərəflə onlar arasında qalan bucağın sinus H-nin yarısı. Üçüncü düsturumuz adlanır Heron düsturu. Heron düsturu. Heron düsturu isə üçbucağın hər üç tərəfi verildikdə o zaman sahəsinin deməli tapılması üçün istifadə olunur. Yəni bucaq verilməyib bizə, hündürlük verilməyib, sadəcə olaraq üç bucaqda üç tərəf verilibsə A, B, C, onda istifadə olunur Heron düsturundan. Heron düsturundakı istifadə edəcəyimiz P var. Düstur özü belədir. S3 bərabərdir. Deməli, kök altında P, P minus A, P minus B, P minus C. Düstur belədir. Amma buradakı P, bu yarım perimetrdir. Biz P-ni işarələmişdik ki, A üstə B üstəgəl C, yəni bütün tərəflərin cəmi. Amma bir tək Heron düsturundakı P yarım perimetrdir. Yəni P bərabərdir A üstə B üstəgəl C böl 2 kimi götürülür. Bu düsturda P-ni tapanda perimetrin yarısı kimi götürülür. Daha sonra dördüncü və beşinci düsturlarımız isə üçbucağın deməli daxili və xaricini çəkilmiş çevrənin radiuslarla ifadəsidir. Dördüncü düsturumuz üçbucağın daxilinə çəkilmiş çevrənin radiusla ifadəsi. Tutaq ki, üçbucağın daxilinə bir çevrə çəkilib və onun radiusu kiçik R-dir. Onda S bərabər olur. P vurulsun R-ə. S4, P vur R-ə. Beşinci isə S5 bərabərdir. Üçbucağın xaricinə bir çevrə çəkilibsə və onun radiusu böyük R-lə ifadə olunubsa, ABC böl 4R. Bu da 5 düstur. Üçbucağın sahəsi üçün istifadə olunan 5 düstur. Üçbucağın orta xətti. Anlaş var. Üçbucağın orta xətti oturacağın yarısına bərabərdir. İxtiyari üçbucaqda orta xətt oturacağı həmişə paralel olur. Bura A-dırsa, orta xətt A böl 2 olur. Həmişə oturacağın yarısına bərabər olur. Daha sonra üçbucaqda hündürlük, median və tənbələn anlayışları var. Dedik ki, üçbucağın bucaqlarına görə düz bucaqlı, kör bucaqlı və iti bucaqlı üçbucaqlar var. Düz bucaqlı üçbucağı ayrıca qeyd edəcəm. Tərəflərinə görə isə bərabər tərəfli, bərabər yanlı və müxtəlif tərəfli üçbucaq var. İndi əvvəlcə dövlərinə görə üçbucaqlar deyim, ondan sonra hündürlük medianı verərik. Deməli, dedik ki, növlərinə görə, tərəflərinə görə bərabər tərəfli, müxtəlif tərəfli və bərabər yanlı üçbucaqlar var. Müxtəlif tərəfli üçbucaq adından da göründüyü kimi hər üç tərəfi müxtəlif olan üçbucaqdır və qeyd etdiyimiz bütün ixtiyari hansı ki düsturlar bu müxtəlif tərəfli üçbucaq üçün ödənilir.
İkinci hal isə bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaq isə iki tərəfi bərabər olan, ixtiyari iki tərəfi bərabər olan üçbucağa deyilir bərabər yanlı üçbucaq. Deməli, iki tərəfi bərabərdirsə əgər A. Yəni müxtəlif tərəfli üçbucaq üçün qeyd etdiyimiz bütün düsturlar, perimetr olsun, sahə olsun, hamısı ödənilir. Bərabər yanlı üçbucaqda da əslində böyük bir fərq yoxdur. Bərabər tərəfdə sadəcə olaraq düsturlar biraz dəyişir. Məsələn, burada B-nin yerində A-sı A kvadrat C bölü 4 olur. Yəni iki tərəfi bərabərdir. İndi baxaq, bərabər yanlı üçbucaq dedik ki, yan tərəfləri bərabər olan üçbucağa deyilir bərabər yanlı üçbucaq. Bərabər yanlı üçbucaqda oturacağı bitişik bucaqlar bir-birinə bərabərdir. Hər ikisi alfadır. Bərabər yanlı üçbucaqda çəkilmiş hündürlük həm mediandır, həm tənböləndir. Bir-birinə bərabərdir. Daha sonra burada da orta xətt oturacağın yarısına bərabərdir. Bu ödənilir. Belə başqa bir dediyimiz kimi fərq yoxdur. Bir də var bərabər tərəfli üçbucaq. İndi bərabər tərəfli üçbucağa baxaq. Bərabər tərəfli üçbucaqda deməli hər üç tərəf bir-birinə bərabərdir. A. Hər üç bucaqda 60 dərəcədir göründüyü kimi. Yəni daxili bucaqları hamısı 60 dərəcədir. Çünki bilirik ki, üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Hər üç tərəfdə bərabər olduğuna görə, yəni eyni tərəflər qarşısında eyni bucaqlar durur. Dediyimiz kimi, böyük tərəf qarşısında böyük bucaq, kiçik tərəf qarşısında kiçik bucaq, eyni bucaq tərəf qarşısında isə eyni bucaq durduğuna görə daxili bucaqların hər biri olur 60 dərəcə. Xarici bucaqların da hər biri, birini qeyd edirəm, hər biri olur 120 dərəcə. Bərabər tərəfli üçbucaqda yenə median həm tənböləndir, həm hündürlükdə. Hamısı bir-birinə bərabərdir. Deməli, hündürlük bərabərdir median, o da bərabərdir tənbölən, o da bərabərdir A kökdə 3 böl 2. Bu hazır düsturdur sadəcə. Vaxt itirməmək üçün, imtihanda misalların həlli üçün, məsələlərin həlli üçün tətbiq olunan tənbölən, median, hündürlük, bərabər tərəfli, yalnız bərabər tərəfli üçbucaq üçün doğrudur. A kökdə 3 böl 2-dir. Daxilinə və xaricinə çəkilmiş çevrələr arasındakı əlaqə isə böyük R bərabərdir 2 vurulsun kiçik R-ə. Bu bir düstur. İkinci isə hündürlük bərabərdir böyük R-dən kiçik R-in cəminə. Əlbəttə ki, bunların hər birinin isbatı var, niyə belə olduğu var. Amma mənə elə gəlir ki, sizə o lazım deyil. Sadəcə hazır düsturları bilmək kifayətdir. Bir də belə bir üçbucaqda belə bir düzü bərabər tərəfli üçbucağa aid deyil. Amma yadıma düşdü sizə deyim. Belə bir şəkil var. Deməli, bu çox istifadə olunur. Testlərdə qarşımıza çıxır. Tutaq ki, bizə yox, elə bərabər tərəfli üçbucaq üçün doğrudur. Bunlar fərqlidir. Bunlar x, y, z-dir. Amma üçbucaq bərabər tərəflidir. Hər tərəfi eynidir. Bərabər tərəfli üçbucaqdır və belə bir xəttlə çəkilib 3 yerə bölünübsə, onda A bərabərdir x, y və z-in cəminə. Bu hazır verilmiş düsturdur və bu şəkildə məsələyə, deməli, üçbucağa aid məsələlər həll edəndə mütləq rast gələcəksiniz. Yəni, çox axtarmağa və hər biri də bu xətlər paraleldir oturacaqlara, hər biri paraleldir. Bu, orada mütləq qeyd olunacaq. Və deməli, bu düstur doğrudur. Bu düstur doğrudur. İndi gələk üçbucaqda median, tənbölən və deməli hündürlük anlayışlarına. Bu oldu bizdə bərabər tərəfli üçbucaq, bərabər yanlı, bərabər tərəfli üçbucaq. Sahənin düsturlarını dedik. İndi gəlirik deməli üçbucaqda hündürlük, median və tənbölən anlayışlarına. Deməli üçbucağın hündürlüyü, bayaq qeyd elədiyimiz kimi ixtiyari bir üçbucaq çəkək. Təpədən qarşı tərəfə endirilmiş perpendikulyar. Təpədən qarşı tərəfə endirilmiş perpendikulyar hündürlük adlanır. Tərəf də tutaq ki, A-dır. Biz sahə üçün düsturu demişdik ki, 2-də 1 AH-dır. Buradan hündürlüyü tapsaq, 2S bölünsün A-dır. Bu bizim hündürlüyümüzün düsturudur. 2S bölünsün A-dır. Deməli, üçbucaqda hündürlük çəkilibsə əgər, deməli,
Kiçik tərəfə çəkilmiş hündürlük böyük, böyük tərəfə çəkilmiş hündürlük kiçikdir. Yəni bunlar tərs mütənasibdir. Bu da hündürlüyün düsturu. Daha sonra median. Median nədir? Median üçbucağın təpəsini qarşı tərəfin ortası ilə birləşdirən. Adından da göründüyü kimi ortası ilə birləşdirir. Yəni bura A-dırsa A/2, A/2. MA tutaq ki. Üçbucağın təpə nöqtəsindən qarşı tərəfin ortası ilə birləşdirən düz xətt adlanır median. Medianı hesablamaq üçün düstur, yəni MA düsturu bərabər olur. 2-də 1 kök altında 2B kvadratı üstə gəl. Yəni median çəkilməyən digər tərəflər. 2C kvadratı çıx A kvadratı. Bu dəyişə bilər. Yəni MB-ni tapanda burada çıxma yerində B olacaq. MC-ni tapanda çıxma yerində C olacaq. Hansı tərəfə çəkilibsə o tərəfə uyğun olaraq dəyişmək olar. Deməli, üçbucağın 3 medianı var. Üçü də bir nöqtədə kəsişir. Üçbucağın 3 medianı var. Ümumiyyətlə, üçbucağın 3 medianı, 3-dən bölən 3 hündürlüyü var. Medianlar üçü də bir nöqtədə kəsişir və kəsişmə nöqtəsindən 2/1 nisbətində bölünür. Tutaq ki, digər medianları da çəksəm. Bu medianlar gördüyümüz kimi bir nöqtədə kəsişir və 2/1 nisbətində 2K yuxarıda qalır, K aşağıda qalır. Həmişə doğrudur. Məsələn, bizə median verib, tutaq ki, üçbucağın medianı 10'dur. Böyük, yuxarıda qalan hissəni soruşur. 2K və yaxud da 12'dir. Bölmək rahat olsun. 2K üstə gəl K. 3K olacaq 12. K bizdə olacaq 4. Deməli, yuxarıda qalan hissə 8'dir. 2 hissəsi həmişə yuxarı, yəni təpəyə doğru olan hissə. Ortacağa doğru olan hissə isə K olur. Dedik ki, üçbucağın 3 medianı var. Medianların kvadratları cəmi isə bərabərdir 4'də 3 tərəflərin kvadratları cəminə. Bu da median üçün düsturdur. Medianlar üçün düstur. Bir də əgər medianlar ikisi bir-birinə perpendikulyarsa, MA və MB bir-birinə perpendikulyar olarsa, onda MA kvadratı üstə gəl. MB kvadratı bərabərdir MC kvadratına. Düsturlar hər biri medianlar üçün doğrudur. İndi gəlirik tənbölənə. Tənbölən nədir? Tənbölən deməli çıxdığı bucağı yarı bölür. Yəni tutaq ki, alfa bucağını digər tərəflə birləşdirir, amma bucağı yarıya bölür. Alfa bölü 2, alfa bölü 2. Tutaq ki, tərəfləri veririk biz, deməli BC, ML, yəni böldüyü parçalarda da median, daha doğrusu tənbölən. Tənbölən bucağı yarıya bölür, amma düstur belədir. Əvvəlcə onu deyim ki, tənbölən deməli böldüyü parça hansı ki 2 hissəyə bölür, tərəflərlə mütənasibdir. Yəni B böl M bərabərdir C böl N-ə. Tərəflərlə mütənasibdir böldüyü parçalar. Və medianı tapmaq üçün də medianı L ilə işarə etsək, tənböləni L ilə işarə etsək, L-a bərabər olur kök altında BC çıx MN. Yəni tərəflərin hasili, bu hasıl düsturda hər biri tətbiq olunur. Qarşımıza çıxan məsələlərdə mütləq istifadə olunur. BC çıx MN şəklində. BC çıx MN şəklində. Bu da bizdə oldu median, tənbölən və hündürlük. İndi biz dedik ki, tərəflərinə görə bərabər yanlı, bərabər tərəfli və müxtəlif tərəfli bucaqlar var. Bucaqlarına görə isə iti bucaqlı, kör bucaqlı, düz bucaqlı. Aydındır ki, iti bucaqlı, üç bucaq, yəni bucağı 90 dərəcədən kiçikdir. 2 bucağı və yaxud da elə 3 bucağı da mütləq 90 dərəcədən kiçikdir. Kör bucaqlı üç bucaq odur ki, bir bucağı mütləq kör bucaq olsun. Yəni 180 və 90 arasında yerləşsin. İndi baxaq xüsusi hal düz bucaqlı üç bucağı. Düz bucaqlı üç bucaq bir bucağı 90 dərəcə olan üç bucaq, düz bucaqlı üç bucaq adlanır. CAB ilə işarə etsək ixtiyari CBA. Düz bucaqlı üç bucağın digər iki bucağı mütləq iti bucaqdır. Və onların cəmi 90'a bərabərdir. Niyə? Çünki biz demişik ki, üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Bir bucaqda 90 olduğuna görə deməli alfa üstə gəl beta cəmi 90 dərəcədir. Düz bucaqlı üç bucaqda ən məşhur
teorem, fəqir teorem 1-2, katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Yəni a kvadrat üstə gəl b kvadrat bərabərdir c kvadrat. Xüsusi Pifaqor ədədləri də var. Məsələn 3, 4. Bundan kökdə 5 çıxır. Daha sonra bir neçə belə misal gətirmək olar. Məsələn 64 və 36, 6 və 8. Bunlar Pifaqor ədədləridir. Hansı ki onları kök altına salanda biz hipotenuzu rahat tapa bilirik. Yəni rəqəmin özünə baxanda əslində bilmək olur ki, cavab nədir. Düzbucaqlı üçbucağın sahəsi katetlər hasinin yarısına bərabərdir. Niyə? Çünki biz dedik ki, üçbucağın sahəsi onun birincisi 2-də 1 AH-dır. Oturacaqlar hündürlüğü hasinin yarısı. Bizdə bura elə hündürlüydü B. Burada oturacaqdı. Ona görə AB yarısı da 2. Yəni S AB bölü 2'dir. Həm oturacaq və hündürlüğü hasinin yarısı deyəndə də bu düstur alınır. Eyni zamanda katetlər hasinin yarısı deyəndə də bu düstur alınır. Düzbucaqlı üçbucağını daxili və xarici çevrələ çəkmək olar. Deməli, düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin və xarici çəkilmiş çevrənin radiuslarına baxsaq, aydın görünür ki, xaricinə çəkilmiş çevrənin radiusu hipotenuzun orta nöqtəsidir. Yəni hipotenuzumuz bizdə C-dir. Yəni R bərabərdir C bölü 2'dir. Xaricinə çəkilmiş çevrənin radiusu hipotenuzun orta nöqtəsidir. Daxili çəkilmiş çevrənin radiusu üçün isə xüsusi bir düstur var. Deməli, kiçik R. Katetlərin cəmindən hipotenuzu çıxıb bölür 2'yə. Bu isə deməli, daxili çəkilmiş çevrənin radiusu üçün hazır düsturdur.